Salam dəyərli izləyicilər, bu gün sizinlə maraqlı bir test tapşırığına baxırıq. Qeyd edir ki, xəritə sxemi əsasən qəsəbələrin hansı inzibati rayonlara aid olduğunu müvafiq olaraq müəyyən edin. Başlayaq. 1. Xələfli. Xələfli Cəbrayılın qəsəbəsidir. Buna görə 1-ə B yazırıq. Sonra Qırmızı Bazar Xocavəndin qəsəbəsidir. Buna görə 2-yə D yazırıq. Qayğı qəsəbəsi Laçında yerləşir. 3-ə C. Şıxarx qəsəbəsi yerləşəcək Ağdərədə. Düzdür, bu tezlənmiş xəritə deyil. Burada tərtər ərazisi göstərilib. Sonradan yeniliklə Ağdərəyə status verildi. Yəni bu əvvəldən hazırlanmış xəritədir. Amma bilin ki, Şıxarx Ağdərə rayonunun qəsəbəsidir. 4E. Və Ağbənd isə Zəngilan rayonunun qəsəbəsidir və 5-ə də A yazırıq. Deməli 1B, 2D, 3C, 4E, 5A cavabımız olacaq A variantı.